evdar xanımlarla biz çox ciddi danışmalıyıq. Mən hər zaman da görürəm ki, onlar öz işini, öz zəhmətini gözdən salırlar, dəyərdən salırlar. Əsas da bir-birinə qarşı dəyərdən salırlar və buna görə də sonra düşünürlər ki, mən bu həyatda heç nə etmədim, mən heç nəyə nail olmadım, mən bilmirəm mən kiməm, mən heç bir iş görmürəm, mənim heç bir qazancım yoxdur. Mən kiməm, mən hardayam. Özlərini əksik hiss edirlər, utanırlar başqa qadınların yanında kim işləyir. Düşünürlər ki, onlar inkişafdan qalıblar, digər qadınlar isə əksinə onlar çox irəliyiblər. Bugün bu mövzuya mən çox geniş bir aydınlıq gətirəcəm. İlk növbədə biz hamımız qəbul etməliyik ki, hər bir insan bu dünyada hansısa super wow kimsə olmamalıdır. Hər insan ola bilməz artist, hər insan ola bilməz cərrah, hər insan ola bilməz həkim, müəllim, bloger, coach, psixoloq, maliyyəçi, bankçı və s. Hər insan bu ola bilməz. Bizim həyatımızda var ayrılmaz bir hissəmiz, bu bizim insançılığımız. Yəni biz nəsli davam edirik və dünyaya uşaq gətiririk, onu böyüdürük. Bizim ailələrimiz olur və bu da əslində ayrıca böyük bir işdir. Təəssüf ki, yenə də mən diqqətinizi istəyirəm bura çəkmək ki, biz qadınlar özümüz öz zəhmətimizi dəyərdən salırıq və bunu davam edirik. Öz qızlarımızın içində, sonra öz nəvələrimizin içində və belə-belə bu davam edir. Çünki mən ətrafımda görürəm, kimlər dünyaya uşaq gətirib, kimlər anadır, nə qədər böyük iş onlar görürlər. Kimlər ərə gedir, nə qədər onlar böyük iş görürlər, tam öz həyat yoldaşına qulluq etmək, evdə o şəraiti yaratmaq, yemək pişirmək. Uşaq isə bu konkret olaraq ayrıca bir layihə, ayrıca bir proyekt. Uşağa keyfiyyətli vaxt lazımdır. Uşağa tərbiyə etmək lazımdır. Uşağa lazımdır diqqət ayırmaq. Əks halda sonra valideyn diqqətindən məhrum olmuş uşaqlar, onlar çox kaprizli olurlar. Valideynə o qədər də hörmət qoymurlar, ya da ki, hörmət qoyurlar, amma yenə də çox tələbkardılar onlara qarşı. Onların öz emosional durumu ilə əlaqəsi çox və çox zəifdir. Onlara hər zaman çatmır valideyn diqqəti. Niyə görə? Çünki sən işləyirsən, sonra gəlirsən evə və sən insansan. Əlbəttə ki, sən də istəyirsən dincəlmək. Sadəcə telefona baxmaq, kompüterə baxmaq, televizora baxmaq, uzanmaq, heç nə etməmək, heç kəsi eşitməmək, yəni dincəlmək. Uşaqla dincəlmək alınmır. Çünki uşaq bu ayrıca bir proyektdir və ora ayrıca bizim diqqətimiz lazımdır. Hər bir insan hansısa bir iş qura bilməz və var qadınlar, kimlər bu dünyaya gəlirlər, öz övladları üçün, dünyaya övlad gətirmək üçün. Və sonra bu övlad bəlkə kimsə oldu bu həyatda, bu da ola bilər. Və heç bir halda bu səni əksik etmir. Çünki kimsə işə gedib gələndə o yenə də kiminsə ideyasını qaldırır, inkişaf elətdirir və sonra gəlir evə. Yəni, əgər biz düşünsək ki, yox, hamı kimdirsə, amma sən heç kimsən, bir çox insan heç kimdir. Biz hamımız heç kimik. Biz gəlirik müəyyən bir təcrübə üçün və sonra buradan çıxıb gedirik. O qızlar kim düşünür ki, yox, işə gedən xanımlar, onlar daha artıqdır, onlar daha maraqlıdır, onlar danışırlar ki, oy mən işləyirəm və s. Bu iş məsələsini də əvvəldən ehtiyacdan qadınlar başlayıblar işləməyə. Çünki biz geri baxsaq, qadın evdədir,
evin işləri ilə məşğuldur, evdə o rahatçılıq yaradır, istilik yaradır, uşaqların tərbiyəsinə baxır, kişi gedir, işləyir, qazanır və gətirir. Sonra ehtiyacdan qadınlar da çıxıblar işə, kimsə indi ailəsində imkanı yoxdur, kimsə artıq özü böyüyüb, ərə getmir və s. işə çıxıblar və bunu başlayıblar yavaş-yavaş prestijlənməyə. Və sonra da, əlbəttə ki, yorulandan sonra başlayıblar bu evdar qadınların zəhmətini gözdən salmağa, yəni işləmək yaxşıdır, işləmək sanki super bir şeydir, amma evdə qalmaq, evdə oturmaq, ev işlərini görmək bu adi bir şeydir və bilmirəm, qulluqçuluqdur və s. Eyni şey də eləyiblər o analar, nənələr, kimlər fədakar olublar, kimlər qurban rollarında olublar. Mən indi ailə üçün hər şey bu adi bir şeylərdir, bu böyük bir şey deyil və s. Bu çox böyük bir zəhmətdir. Bunu artıq qəbul etmək lazımdır ki, evdarlıq ayrıca bir işdir. Və kim düşünür ki, işə getsə orada inkişaf olunacaq, orada super maraqlar artacaq və s. Siz çox yanılırsınız. Çünki işlərin 80% bu adi monoton bir prosesdir. Yəni sən səhər durdun, saat 7-də ya 6-da gözünü, üzünü bəzətdin, geyindin, nəsə bəlkə də yedin, getdin işə. Demək olar ki, 1 saat yolda biz vaxtımızı keçiririk. Olsun 40 dəqiqə, 30 dəqiqə çətin. Yolda keçirdin, gəldin, kollektiv, eyni insanlar, hər gün eyni insanlar, eyni monoton iş və bu qədər. Sonra tam günorta biraz yemək yedin, bununla dedikodu, onunla dedikodu və bu qədər. Və sonra yenə axşam eyni proses. Yarım saat, 40 dəqiqə, 1 saat sən yolda keçirirsən və sonra gəlirsən evə və evdə əlavə almalıdır nəsə yemək, nəsə içmək. Düzdür, əlbəttə ki, əgər sənin qulluqçun var, köməkçin var, bu işlərdən sən azadsan. Amma sən gəldin və istəyirsən dincəlməyə. Burada inkişaf haqqında söhbət harda gedə bilər? Hardadır? Mənə aydın deyil. Bəli, var hansısa sahələr, harda orada hansısa layihələr olur, harda treninqlər olur, nəsə karyera qadın qurur, karyerist, nəsə inkişaf var, maraq var. Amma bu çox və çox az bir sayda. O düşündüyünüz iş yerlər, onlar hamısı monotondur. Ya da ki, bizim adi bir təhsillə gedə biləcəyimiz işlər bu monoton bir iş yerləridir. Orada hansısa super bir şey baş vermir. Yalnız sən gedirsən, yorulursan, yığırsan üstünə başqalarının əlavə negativini və qayıdırsan evə. Halbuki sən evdə otura, əgər bunu dərk etsən, əgər bunu qəbul etsən, nə qədər sən xoşbəxt birisən ki, sən səhər oyananda harasa getməməlisən, sən səhər oyananda düşünməməlisən, oy, bəs hardan biz pul alacağıq ki, nəsə özümüzə alaq, yeyək, uşaqlara nə yedizdirim. Yəni, sənin həyat yoldaşın sənin üçün bu şəraiti yaradır. O zaman sən baxa bilərsən doğurçu inkişafa. Doğurçu inkişaf nə deməkdir? Bu, nə vaxt sən özün üçün çalışırsan və nəsə edə bilirsən. Bu sənin idmanındır, bu sənin kitablarındır, bu sənin özü ilə vaxt keçirməyindir, bu sənin hobbilərindir. Və təəssüf ki, mən çox yaxşı başa düşürəm ki, indi hamı deyəcək ki, oy, o nədir ki, o heç bir şeydir. Əslində elə budur, həmin o inkişaf. O uşaqlıqda bizə yeridiblər ki, oy, musiqiyə gedirsən, musiqiçi olacaqsın, rəqsə gedirsən, rəqqas olacaqsın, rəssamlığa gedirsən, rəssam olacaqsan. Belə formalaşır insanın daxili dünyası, maraqları və özünə aid hansısa hobbilər. Harada sən gələndə harasa, kim düşünür ki, oy, mən harasa gedirəm və orada özümü əksik hiss edirəm. Əlbəttə ki, kimsə orada oturub danışsa ki, oy, mən işə səhər tezdən gedirəm və gəlirəm və sən desən ki, mənim bəxtim səndən daha çox gətirdim. Mən səhər oyanıram, yogamı edirəm,
Uşaqları yola salıram, yoldaşımı yola salıram. Evləri biraz yığışdırdım. Sonra otururam, tam hansısa kitabımı oxuyuram, ya da ki hansısa hobbimlə məşğul oluram, ya da ki dil öyrənirəm, ya da ki hansısa yenilik öyrənirəm. Burada qətiyyən söhbət getmir ki, siz düşünməməlisiniz sizin gəlir yerləriniz hardan olmalıdır. İndi biz bu mövzuya toxunacağıq. Yəni burada əgər söhbət inkişafdan gedirsə, işdə inkişaf olmur. Şəxsi inkişaf işdə olmur. Bəli, hansısa bəlkə xüsusiyyətlərin orada inkişaf olunur. Amma sən ümumilikdə şəxsiyyət kimi inkişaf olunmursan. İnkişaf olur işdən sonra. Nə vaxtdan qızlar çıxdılar, getdilər idmana, masaja, rəqsə, bilmirəm, hansısa hobbilərə, ya da ki podruqaları ilə görüşlərə, ya da ki sadəcə oturdular, tam rəsm çəkdilər, kitab oxudular, yeni nəsə öyrəndilər, kino izlədilər və kino izlədilər, türk dramalardan söhbət getmir. Həqiqətən də dərin mənalı kinolardan söhbət gedir. Təəssüf ki, bu tərəfə baxış yoxdur, bu yerləri işıqlandıran yoxdur. Uşaqlıqda bunlar hamısı var idi. Sadəcə sonra hamısı yenə də dəyərdən düşdü. Nə qaldı ki, sizin öz şəxsi pulunuza yenə də hər kəsdə vəziyyət fərqlidir. Kimlərəsə ər verir pul, kimlərəsə ümumiyyətlə heç bir pul verilmir. Burada biraz suallar sizədir. Hansı pozisiyadasınız siz? Əgər sizin heç olmasa hərcilik pulu ya da ki öz şəxsi ehtiyaclarınız üçün pul yoxdur, onda siz uşaq pozisiyasındasınız. Və burada biraz daha ağır terapiya lazımdır ki, sizdə onu yetişdirsin və qaldırsın. Amma bir çoxlarınızda bilirəm ki, vəziyyət plus minus normaldır. Yoldaş gətirir, sizdə də hansısa hərcilik pulları olur və siz tam nəsə alırsınız, nəsə gətirirsiniz. Burada açılır həmin o yer, harda siz özünüz üçün qənaət edə bilirsiniz. Bu aldatmaq deyil, bu gizlətmək deyil, ya da ki oğurlamaq deyil. Bu sizə aid olan bir hissə. Əlbəttə ki, çox yaxşıdır əgər sizdə imkan var yoldaşla danışmaq ki, mənim özümə ayrıca bir pul olsa yaxşı olar, ya da ki mənə maaş kimi ver. O sizə aid olsun. İstədim marafona qoşuldum, istədim hansısa tam kurs aldım, istədim hansısa hobbiyə getdim, istədim sadəcə özümə aid bir şey aldım və bunu kiminləsə məsləhətləşməklə ya da ki kiməsə izah etməklə etmirəm. Sadəcə özümə bunu edirəm. Ya da ki uşaqlara üçün nəsə, yəni mən bildiyim ya da ki həmin öz yoldaşınıza nəsə almaq üçün, yəni qənaət, qadının o yastığı o həmişə olmalıdır, güvən yeri. Və hətta həyatda heç kim heç nədən sığortalanmayıb. Biz pandemiyaya keçəndə heç kəs bunu bilmirdi və bu force major situasiyalarda əgər sənin 3-dən 5-dən nəsə olsa, sən həmin zaman bir qadın kimi öz əlavəni eləyirsən ailə büdcəsinə. Və burada da hiss olunur kim bu evdə əsl xanımdır ki, o qadında nəsə əlavə var. Və bir dənə var belə bir lətifə kimi, kişi gəlir evə və deyir həyat yoldaşına ki, bundan sonra biz səninlə biraz qənaət etməliyik. Mən işlətdiyim o yer bağlandı və biraz biz daha skromlu yaşamalıyıq. Və onun həyat yoldaşı ona deyir, gəl bura. Və pəncərədən göstərir, deyir, görürsən bu şirniyyət evini, balaca şirniyyət evi. Deyir, hə. Deyir, bu bizimdir. Deyir, görürsən o balaca dərzixananı. Deyir, hə. Deyir, o bizimdir. Görürsən balaca bir köşk var orada. Deyir, bu da bizimdir. Yəni, heç bir şeyə bizim ehtiyacımız yoxdur. Mən yığırdım, yəni kişi evə gətirirdi, mən yığırdım və yavaş-yavaş bu investisiyalar edirdim. Mənə yenə də aydındır ki, hər kəsdə o bilik yoxdur, hər kəsdə o xüsusiyyətlər yoxdur, qızlar. Oxuyun kitabları. Mən sizinlə paylaşmışdım axırıncı dəfə
Babil'in en varlı insanı kitap. O çok güzel maliyyə mədəniyyətini insanın içində oyadır. Əgər görürsünüz hansısa marafonlar, kurslar, onlara da qoşulun. İmенно pulla bağlı. Necə pul qazanmaq lazımdır, ya da ki necə pulu qənaət etmək lazımdır. Yəni ümumiyyətlə pul ilə münasibəti biraz çalışın inkişaf elətdirmək. Və yenə də var kitablar pul dolu cibim, varlı ata, kasıb ata. Yəni bu kitabları oxumaqla həmin o zehni inkişaf elətdirmək önəmlidir. Və bəlkə də siz o vəziyyətdəsiz, harda heç cürə sizdə alınmır pul qırağa qoymaq. Siz bu bilikləri ötürəcəksiniz öz uşaqlarınıza. Sizin uşaqlarınız sizdən başlayır qızlar və heç bir fərq yoxdur. Siz ona nə edirsiniz, nə beyninə yer edirsiniz, necə tərbiyə edirsiniz. Uşaq sizə baxır və böyüyür. Və yalnız bizə baxanda, əgər biz ona izah edirik ki, məndə şərait budur və buna görə mən nəyisə öyrənmədim, nəyisə bilmədim, amma səndə başqa cür ola bilər, falan yolla, ya da ki kitablar, uşaq tərbiyəsi haqqında kitablar çox önəmli kitablardır. Mən ümumiyyətlə heç vaxt icazə verməzdim ki, kimsə uşaq dünyaya gətirsin, uşaq tərbiyəsi, valideynlik kitabı oxumadan öncə. Yəni kimsə əgər düşünür ki, bu biliklər, ya da ki hansısa o analıq, o bizə doğdum və birdən ağıllandım, bu belə bizə keçmir. Yalnız oxumaqla, inkişaf olunmaqla biz burada irəliyə bilərik. Və okey, bəlkə də kiminsə anası, valideynləri düzgün yanaşıblar, düzgün dəyərlər ötürüblər. O zaman sizdə bu videoya heç ehtiyac da olmazdı, əgər sizdə o tələbatları bağlasaydılar. Aydındır ki, haradasa o travma hissi var ki, qızlar narahatdır, qızlar bilmir nə etsinlər, qızlar özlərini əksik hiss edirlər. Ən önəmli iş və ən dəyərli iş bu dünyada bu ana olmaq, bu uşağı qaldırmaq, uşağa lazımlı, doğru diqqət, qayğı göstərmək və onu böyütmək, boya başa çatdırmaq. Əlbəttə ki, uşaqlar əvvəl-axır böyüyəcək. Burada sizdə yer açılır həyat yoldaşınıza vaxt ayırmaq, onunla o əlaqəni, o birliyi yaratmaq. Buna sizə köməklik edəcək mənim sevgi harmoniyası marafonum, mənim seks və sevgi kitabım. Alino'da var, geçin oxuyun. Burada aşağıda sizə sılqa qoyacağım. Oxuyun və oxuyanda əgər başlasaz onları tətbiq etməyə, siz görəcəksiniz ki, heç vaxt qalmır. Mən bəzən bütün günü evdə otururam və vaxt qalmır. Burada mənim o hobi, burada mənim bu hobi, orada mənim yoqam, burada biraz işlədim və bu qədər. Və kimsə əgər doğrudan da istəyir, mən istəyirəm öz qazancım olsun, nəsə istəyirəm etməyə, deməli sizdə o potensial var. Sadəcə baxın ətrafınıza, nədən siz pul qazana bilərsiniz. Siz bilirsiniz, çoxunuzda var belə bir fikir, yox, yoldaşım mənə icazə vermir, mən ora qaçmalıyım. Bəs evdə o qədər iş görmək olar. Kimsə nəsə pişirir, satır, kimsə nəsə öyrəndi və evdə freelancer kimi işləyir. Bilmirəm, kimsə redaktor ola bilər, kimsə vizualizator ola bilər. O qədər indi bizim üçün iş yerlər açılıb. Və kimsə əgər soruşacaqsa, bəs mən nə işlə məşğulum? İnternet sənə nə üçün lazımdır? ChatGPT hər birimizin əlimizin altında var. Ora o sualları ver. Onunla danış, ona izah et. Sən kimsən? Sən nəyi bacarırsan? Nəyə maraqların var? Onunla o əlaqəni, münasibəti qur və oradan özünə çalış. Bir şeyləri qopart və başla etməyə. İnanın ki, mən nazirlikdə işləyəndə də evdə otururdum, düşünürdüm, mən nə edə bilərəm ki, nə vaxtsa oradan çıxım və öz hansısa işimi qurum.
Və o qədər şeylər sınıyırdım. Şam da düzəldirdim, pomada düzəldirdim. Hansısa tam alt paltarlar sifariş edirdim, onlar üçün səhifə açırdım, satırdım. Yəni o qədər şeylər edirdim, çalışırdım, sınıyırdım. Sınamasan sən heç vaxt bilə bilmərsən sənə nə uyğundur. Sənin gücün hardadır? Sənin hansı güclü tərəflərin var və zəif tərəflərin var. Və zəif tərəf o deyil ki, o nəsə elədim və alınmadı. Zəif tərəf odur ki, sən heç sınamadın. Ya da ki, sən başladın, bir an içində milyard qazanmadın və bu mənim üçün deyil. Xeyr. Xeyr, sən düşündüyündən daha güclüsən. Əgər başlasan, heç olmasa özünə inanmaq, özünə dəyər vermək, bugün gördüyün işə, evə sərf etdiyin gücü, enerjini, uşaqlara, yoldaşla sərf etdiklərini dəyərləndirsən, sən görəcəksən necə sən fürsətlər artıq tapacaqsan inkişaf üçün və özünü daha yaxşı hiss etmək üçün. Siz hər biriniz dəyərlisiniz, fərqi yoxdur, evdar xanımsınız, hardasa işləyirsiniz. Əsas odur ki, daxildə o huzuru tapasınız. Öpürəm sizi hələlik.